Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Salatu vesselamu ala Resulillahil emin. Ve alihi tahirin. Ve la'netullah ala a'daihim ecma'in minel an ila qiyam yevmiddin emma ba'd. Məhərrəm ayı imamı Əhl-i Beyti xatırlamaq ayıdır. Dünən kısaca o barədə danışdıq. Kərbəla haqqında, Aşura haqqında, İmam Hüseyin Aleyhisselam hərəkatı haqqında çoxlu təhlillər var. Bir çox prizmadan məsələyə yanaşıblar. İnşallah mən də istəyirəm başqa bir prizmadan yanaşım. Eşq və məhəbbət prizmasından məsələyə yanaşaq. Çünki sevgi, məhəbbət olmadan Kərbəla aşiqlərinin halını, Kərbəla səhnəsini tam anlamaq qeyri-mümkündür. Əgər biz ad qoymaq istəsək, həm də gərək bu cür adlandıraq Kərbəladakı hadisələri ki, aşiqlərin diyarıdır ora, eşqin cilvəsidir, sevginin, məhəbbətin cilvəsidir. Quran-ı Kərim möminlər vəsf edərkən buyurur ki, iman gətirənlər isə əşəddu hubbən lillah, Allahı çox sevirlər. Bu ifadə əslində açar ifadələrdəndir. Ümumiyyətlə, Quran-ı Kərimdə və Peyğəmbərin bəzi sözlərində, bəzi kəlamlarında elə sözlər var ki, diqqətdən kənarda qalıb. Hansı ki, bu açar xüsusiyyətdir bizim üçün. Yəni, girişdir sanki. Onlardan biri də mən bu sevgi, məhəbbət məsələsidir. Əvvəla qeyd edim ki, ümumiyyətlə, insanın sevgi və məhəbbət insanın zati dəyişməz ehtiyacıdır. Həm də bir xüsusiyyətdir. Yəni, zamanlar keçir, məkanlar dəyişə bilər, amma insanın bu zati keyfiyyəti dəyişmir. İnsanın sevgiyə ehtiyacı var, həm sevmək istəyir, həm də sevilmək istəyir. Bizim deməli, həm Quran-ı Kərimdə, həm də dini mətnlərimizdə buna xüsusi vurğular var. Məsələn, Əminullah ziyarəti var. Əminullah ziyarəti Həzrət Əlinin ziyarətnaməsidir. İmam Səccad Əleyhisselamdan nəql olunub bizə. Orada buyurur ki, Allahümmə cəal nəfsi mutmainnətən bi qədərik. Belə başlayır ki, ilahi, elə et ki, sənin qədərinə mən arxain olum. Radiyyətən bi qadaik, qəza-u qədəri və razı olum. Muləətən bi zikrikə və duaik. Valih olum sənin zikrinə, duana, yəni çox sevim, çox edim, səni zikir çox edim, dualar çox eləyim sənin üçün. Sonra buyurur, muhibbətən li saffəti əvliyaikə, məhbubətən fi ardikə və səmaik. İlahi, elə et ki, mən sənin xas dostlarını sevim, muhibbətən li saffəti əvliyaikə, yəni xas dostlarını, seçdiyin o dostları sevim. Və sənin yerində və səmada, həm yer üzündə, həm səmada mən sevilim, məhbub olum, məhbubətən fi ardikə və səmaikə. Bu önəmli bir məsələdir. Burada bilirsiniz ki, dualarımız həm də psixoloji araşdırmalardır. İnsanı psixoloji cəhətdən araşdırır. İnsanın nəyə ehtiyacı varsa onları göstərir. Bu ziyarətnamədə, bu duada Allahdan istəyirik ki, ilahi, həm sevim, həm də sevilim. Bu önəmlidir. İnsanın buna ehtiyacı var. Yəni, məsələn, dünyada da biz baxırıq, eşq dastanları heç vaxt köhnəlmir. Məhəbbət dastanlarına, eşq dastanlarına siz fikir verin. Ta qədimdən indiyə qədər bu mövzu heç vaxt köhnəlmir. Həmişə canlıdır, həmişə tez müraciət olunan, çox müraciət olunan mövzudur. Məsələn, Leyli Məcnun hadisəsi, Leyli Məcnun dastanı, Fərhad Şirin dastanı və digər Əsli Kərəm olsun, Yusif və Züleyxa, indi düzdür, onu biraz o qədərindən çıxardıblar, amma hər halda onu da bir eşq dastanı kimi, məhəbbət dastanı kimi qeyd edirlər. Bunlar köhnəlmir heç vaxt, heç zaman köhnəlmir. Niyə? Çünki insanın zati ehtiyacıdır deyə.
İnsanın dəyişməzə ehtiyacıdır deyə insan həmişə onu axtarır. Sevgi axtarır. Həm sevmək istəyir, həm də sevilmək istəyir. Və bu ehtiyac ödənməlidir insanda. Yəni insan həm sevməlidir, həm də sevilməlidir. Bu ehtiyac ödənməsə nə olur? Bu ehtiyac ödənməsə, insan sevgiyə ac olsa, həm sevmək, həm sevilmək baxımından ac olsa, bu problemlərin başlanğıcıdır. Problemlər burada başlayır və çoxlu bəlalar gətirir. İnsan həyatında, insanın psixologiyasında, davranışında çoxlu bəlalar gətirib, çoxlu problemlər yaradıb. Sevməyən və sevilməyən insan travmalı insandır. Və cəmiyyətdən qisas almaq istəyir. Görürsən ki, bəzi qurumlarda, bəzi mühüm, ciddi qurumlarda o kadrları işə götürərkən psixoloji testlər eləyirlər. Onlara sual, məsələn, bu adam əlinə silah veriləcəksə, mühafizəçi işləyərsə, polis və digər orqanlarda işləyəcəksə, o psixoloji testlər keçirirlər. Uşaqlıq sual verirlər ki, uşaqlıqda hansı oyunu oynamısan? Falan oyunu oynamısanmı? Niyə bu sualları verirlər? Çünki adətən uşaqlığını yaşamayan, uşaqlıqda sevgiyə ehtiyacı olan, sevgiyə ac olan insan, sevgini görməyən insanlar görürsən ki, travmalı olur. Adətən onlar cəmiyyətdə fürsət axtarır ki, cəmiyyətdən qisas alsınlar. Ona görə o cür problemi olan insanlara heç vaxt silah etibar etmirlər, onları işə götürmürlər o ciddi yerlərdə. Çünki fəsadı çox böyük olacaq. Cəmiyyətdən qisas alır. Yəni, o qədər bu mühüm məsələdir ki, o qədər ciddi məsələdir ki, yəni, bu haqda çoxlu araşdırmalar eləyirlər, çoxlu kitablar yazılıb hətta bunlar haqqında. Ona görə Həzrəti Peyğəmbərimizin göstərişlərində var ki, uşaqlarınızı sevin. Uşaqları sevgi ilə, məhəbbətlə doyurun. Onlar ac olmasınlar sevgiyə, məhəbbətə. İstər-istəməz onlar əgər ac olsalar, başqa qıraqdan bir məhəbbət görən kimi tez aldanırlar, tez gedirlər onlara tərəf, onlar da istədikləri tərəfə yönəldirlər övladları. Ona görə övladlar sevilməlidir, məhəbbətlə doyursun. Yəni, onların ehtiyacıdır, ümumiyyətlə insanın ehtiyacı, xüsusilə uşaqlar sevgi ilə, məhəbbətlə doymalıdırlar. Həzrəti Peyğəmbər buyurur ki, yetimlərə nəvaziş etməyi unutmayın. Yəni, yetimlərə təkcə maddi köməklik göstərmək deyil dinimizin tövsiyəsi. Təkcə maddiyyatla təmin olunmamalıdır. Maddiyyat da olunmalıdır, həm də mənəvi cəhətdən onlar təmin olunmalıdır. Yəni, sevgi ilə, məhəbbətlə, nəvazişlə onlar təmin olunmalıdırlar ki, o travmalı böyüməsinlər. Cəmiyyətə qarşı onların ürəyində kin-küdurət olmasın. Sevməyən və sevilməyən insan fədakar ola bilmir. Heç vaxt fədakar ola bilmir. Səxavətli ola bilmir, xəsis olur, paxıl olur, həsəd olur, kin-küdurət olur, nifrət olur onların qəlbində. Fədakar insan, siz bir dənə də fədakar tapa bilməzsiniz ki, onlar məsələn sevməyən insandır ya sevilməyən insandır, yox. Hamısı sevən insandılar və sevilən insanlardır. Və ümumiyyətlə o sevgi insanı fədakar olmağa vadar eləyir, məcbur eləyir ki, sən sevdiyinin yolunda, istədiyin bir adam varsa, istədiyin bir şey varsa, onun yolunda çalışırsan, vuruşursan, fədakarlıq göstərirsən. O sevgi olmasa, səni o şeyə cəzb eləyən, o adama cəzb eləyən bir şey olmasa ortada, heç vaxt sən fədakarlıq eləyə bilmirsən və yaxud onun yolunda o əzaba, o acıya dözə bilmirsən. Dözümün çox az olur. İnsanı dözümlü eləyən xüsusiyyətlərdən biri də həmən bu dediyimiz sevgi məsələsidir. Sən görürsən ki, sevgi dağı yerindən qopardır. Dastanlar yazıblar. Sən Fərhad Şirinə olan sevgisindən, eşqindən gedir dağı yarır. Ona şərt qoymuşdu ki, get dağı yar, sonra gəl yanıma. Fərhad da gedir dağı yarır.
Yəni bu olmayan bir hadisədir təbii ki, amma şair burada roman yazar istəyib ki, sevginin gücünü göstərsin. Sevginin, məhəbbətin gücünü göstərsin ki, yəni bu nələrə qadirdir? Sevgi və məhəbbət. Sən Leyli və Məcnun dastanları, həm Nizami Gəncəvi Leyli və Məcnun yazmışdı, həm də Füzuli gəldi ondan sonra yazdı ki, yəni daha mükəmməl formada Füzuli Leyli və Məcnun dastanını qələmə çəkdi. İndi gələk Qurani Kərimdə məsələyə yanaşaq. Həm Qurani Kərimdə, həm də Peyğəmbərimizin kəlamlarında. Bayaq qeyd etdiyim kimi, Qurani Kərimdə və Peyğəmbərin kəlamlarında elə açar sözlər var ki, adətən diqqətdən kənarda qalıb. Çox da fokuslana bilməmişik o mövzuya, diqqət yetirə bilməmişik. Halbuki bunlar açar sözlərdir. Məsələn, Qurani Kərimdə Maidə surəsinin 45-ci ayəsidir, 44-cü ayəsidir. Üzr istəyirəm. Maidə surəsinin 54-cü ayəsidir. Buyurur ki, ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə, mürtədd olsa, bilin ki, tezliklə Allah bir qövm gətirər, bir xalqı gətirər ki, yuhibbuhum və yuhibbunehu. Allah onları sevir, onlar da Allahı sevirlər. Bax, bu xalqı, hansı ki bunlar, Allah buyurur ki, Allah belə bir xalqı gətirəcək. Bu xalqın birinci xüsusiyyəti nədir? Allah necə tanıtdırır onları? Yəni, sən istəyirsən ki, məsələn, bir şeyin tərifini verəsən, ya bir kəsi tanıtdırasan, onun ümumiyyətlə xüsusiyyətlərini qeyd eləyəsən, necə tanıtdırır, nədən başlayarsan? Və Allah Taala həmən o xalqdan danışanda, o xalqı tanıtdıranda, onların tərifini verəndə belə başlayır. Yuhibbuhum, onlar Allahı sevir, Allah onları sevir və yuhibbunehu, onlar da Allahı sevirlər. Yaxşı, bu nəyə qadirdir? Allah nə üçün bunu önə çəkib? Birinci olaraq bu cür tanıtdırır, sevgi ilə, məhəbbətlə onları tanıtdırır, onların o xasiyyəti ilə tanıtdırır. Çünki bax, bu sevgi, məhəbbət öz dalınca nələri gətirir? Bu sevgi, məhəbbət nələrə qadirdir? Onu ondan sonra sayır. Deyir ki, bu sevgi, məhəbbətə görə onlar digər xüsusiyyətlərə malik olublar. Qəhrəmana çevriliblər. Necə? Əzillətin aləl müminin. Möminlərin qarşısında təvazökardılar. Yəni, Allaha olan sevgi, Allaha olan eşq, məhəbbət vadar edir ki, Allahın mömin bəndələri qarşısında onlar təvazökar olsunlar, təkəbbürlü olmasınlar. Amma əizzətin aləl kafirin. Kafirlərin müqabilində isə, qarşısında isə onlar izzətlidirlər, vüqarlıdırlar, əyilmirlər. Bax, sevgi nələrə qadirdir. Sonra buyurur, yücahidunə fi səbilillah. Onlar Allah yolunda daim cihad edərlər. Daim cihaddadılar. Mücahidə eləyirlər, mübarizə aparırlar Allah yolunda. O sevgi, məhəbbət bu cür iş görür. Sonra وَلَا يَخَافُونَ لَوْمَةَ لَائِمٍ. Heç kəsin danlağından qorxmazlar. Heç kəsindən. Kim nə dedi? Öz üçün deyir. Onların nəzərinə görə, onların cəmaatın dedikləri danlağı meyar deyil. Onlar üçün ancaq Allahdır meyar. Yəni, deyərlər ki, sənin gücün yox idi, deyərlər ki, bunu edə bilmirdin, sən niyə etdin, sonu ölümüdürsə, niyə girişdin bu işə? Yox. Onlar heç bir danlaqdan qorxmazlar. Quran belə tanıtdırır. Zəlikə fadlullah. Bu, Allahın lütfüdür. Allahın nemətidir. Yutihi mən yaşa. Hər kəsə verməz. İstədiyinə bunu verər. Vallahu vasi'un alim. Allah geniş elm sahibidir. Bu ayə nəyi göstərir? Bu ayə göstərir ki, sevgi və məhəbbətin gücü nə qədərdir? Sevgi və məhəbbət nələrə qadirdir? Allaha olan eşq, Allaha olan bağlılıq, Allaha olan sevgi bu insanları qəhrəmana çevirir. Ona görə qəhrəmanlıq dastanlarını oxuyanda mütləq orada bir sevgi görürük. Mütləq orada bir bağlılıq, bir cazibə görürük ki, o cazibə səbəb olub qəhrəman olur insan. O cazibə səbəb olur qeyri-adi işlər görsünlər və insanlar tərəfindən sevilsinlər. İnsanlar daim onlardan danışsın. O cazibə, o eşq,
o məhəbbət səbəb olur. Bu Qurani-Kərim, indi gələk Peyğəmbərimizin kəlamlarına. Peyğəmbərimizin kəlamlarında biz həmən Xeybərin fəthi əsnasında Peyğəmbərin buyurduğu məşhur kəlamı görürük. Peyğəmbər neçə nəfəri göndərdi qalaları fəth eləsinlər, Xeybər qalalarını fəth eləsinlər. Fəth eləyə bilmədilər, məyus şəkildə geri qayıtdılar. Həzrəti Peyğəmbər bundan narahat oldu və belə buyurdu. لَأُوْتِيَنَّ الرَّايَةَ غَدًا رَجُلًا يُحِبُّ اللّٰهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللّٰهُ وَرَسُولُهُ. Sabah bayrağı elə kəsə verərəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Baxın, necə tanıtdırır. Peyğəmbər istəyir bir sərkərdəni tanıtdırırsın ki, sabah fəth eləyəcək. Kərrarən qeyrə fərrar. O kərrardır. Həmişə qabağa gedir, həmişə qalib gəlir. Qeyrə fərrar. Fərari deyil, yəni düşmənə arxa çevirməz. Nəyə görə bu xüsusiyyətdədir? Nəyə görə həmişə qabağa gedir, düşmənə arxa çevirmir, qaçmır, qorxmur? Çünki deyir ki, Allahı sevir və Rəsulunu sevir o şəxs. Allah və Rəsul da onu sevir. Bu cür tanıtdırır. Yəni Peyğəmbər gör hansı açar sözlərdən istifadə edir. Bu şəxs kim idi? Bu şəxs Əmirul Müminin Əli ibn Əbi Talib əleyhissalam idi. Həzrəti Əmirul Müminin Əli əleyhissalamın Allaha olan eşqi, Allaha olan sevgisi, məhəbbəti onu ucalara qaldırırdı. Onu qəhrəman eləyirdi, onu qorxmaz eləyirdi. Onu yəni qeyri-adi işlər gördürürdü ona. Qeyri-adi işlər. Yəni bunlar sadə gəlməsin bizə. Biz düz bunun əhli deyilik deyə o cür Allahı sevmirik. O cür ümumiyyətlə sevgimiz, məhəbbətimiz yoxdur deyə biz bunun gücünün fərqində deyilik. Amma bunlar real olan işlərdir. Biz real həyatda da biz bunları görürük. Peyğəmbərimiz bu cür tanıtdırır və buyurur ki, həmən şəxs sevgi ilə, məhəbbətlə getdi. O sevginin gücünə, Allaha olan eşqin gücünə Xeybər qalasının qapısını yerindən qopartdı, sərdi yerə. Əmirul Müminin Xeybərin fəthində göstərdiyi o rəşadət hər kəsə bəllidir, hər kəsə aydındır. İndi gələk Kərbəla qəhrəmanlarına. Kərbəla qəhrəmanlarını qəhrəman eləyən bu xüsusiyyətdir. Onların Allaha olan, imama olan eşqidir. Onlar bağlı idilər Allaha, onlar bağlı idilər imama. İmam əleyhissalam özü də təbii olaraq Allaha o qədər eşq və məhəbbəti var idi ki, razı olmadı kimsə onunla Allahın arasına girsin. Dünyada heç bir şey İmam Hüseynlə Allahın arasına girə bilmədi. Nə övlad məhəbbəti, nə ailə məhəbbəti, nə dünya məhəbbəti, nə var dövlət ki, nə vəzifə ki, bunlardan danışmıram. İbrahim əleyhissalam oda atılanda hədisdə var ki, Cəbrail gəldi, dedi, istəyirəm sənə kömək edeyim. Dedi, səni kim göndərib? Özün gəlmişsən, yoxsa Allah göndərib? Dedi, yox, mən özüm gəlmişim. Dedi, yox, ehtiyac yoxdur. Allah görür. Mən o kəsə möhtacam ki, o məni görür. Kifayətdir onun görməyi. Həzreti İbrahim bu cür davrandı. İmam Hüseyn əleyhissalam da hər şeyi Allaha qurban verməklə sübut etdi ki, Allaha necə bağlıdır, Allaha necə aşiqdir. Tasua günü idi. Qoşun hücum çəkir. Yəni Ömər Sədin qoşunu, İbn Ziyadın, Yezidin qoşunu hücum çəkir. İmam əleyhissalam buyurur ki, qardaşım Abbas, get, gör nə məsələdir. Həzrət Abbas xəbər gətirir ki, onlar hücum çəkmək istəyirlər. Get, bir gecəlik möhlət al mənim üçün. Niyə? Dərhal o sualı yəni sual vermədən özü cavablandırıb Həzrət İmam Hüseyn əleyhissalam buyurur ki, mən istəyirəm bu gecə Allahla razı niyaz edim, münacat edim, Qur'an oxuyum, namaz qılım, dua edim. Çünki o bilir ki, inni uhibbus salat.
mən namazı sevirəm. Baxın, Allaha olan eşq, Allaha olan məhəbbət hansı xariqüladə işlər yaradır. Mən namazı sevirəm, yəni Allahla danışmağı sevirəm. Bir gecə gecikdirir döyüşü ki, namaz qılsın. Hədisdə var ki, həmən gecə hamı ibadət edirdi, hamı münacat edirdi. İmam Sadiq əleyhissalam buyurur ki, ləhum və ləhum dəviyyun kədəviyyin nəxl. O arının yuvasından necə səs gəlirsə, Kərbaladakı o gecə də, Aşura gecəsində o cür səs gəlirdi. Hamı bir tərəfdə dua eləyir, Quran oxuyan kim, namaz qılan kim, münacat eləyən kim. Bu eşq, Allaha olan eşq, imama olan eşq Kərbalada olan insanları qəhrəmana çevirdi. Bir qəhrəmanlıq səlnaməsinə çevrildilər. İmam əleyhissalam namaz qılır, namazın vaxtı gəldi Aşura günü, əzan deyildi. İmam əleyhissalam düz döyüşün ortasında cəmaət namazı qıldı və indi siz bilirsiniz ki, həmən anda xof namazı qılırlar və mühafizəçilər qalırlar ətrafda, qoruyurlar, ortadakılar namaz qılırlar. İmam əleyhissalam qalıb ortada, bir qrup insan ona iqtida edib, qalanları da imamı qoruyur. Bunlar Yezidin ordusu özünü müsəlman adlandırırdılar, amma namaz qılan Peyğəmbər nəvəsinə oxla hücum çəkdilər. İndi hamı imamı hədəf alıb, nişan alıb, istəyir ki, imamı ox vursun, imam namaz qılmasın. Amma imam orada sübut eləsin ki, biz namaz üçün gəlmişik, biz din üçün gəlmişik, biz müsəlmanıq. Yəni bizim barəmizdə nə qədər əks təbliğatlar aparıblarsa, hamısı yalandır. Biz İslam əhliyik. Onlar ona görə istəmirdilər ki, imamı, yəni qoşun imamı namaz qılan görsün. Bunu istəmirdilər. Ona görə oxla hücum etməyə başladılar. Bu ətrafda qalan imamın əshabından biri görür ki, bir ox imama tərəf gəlir, imama dəyəcək. Dərhal başını verir qabağa. Başını verir qabağa, yəni özünü verir qabağa, ox dəyir onun başından. Ox dəyir onun özünə və orada o qalır. O qədər dözür ki, o qədər ayaq üstə qalır ki, ta imam namazı qılsın, qutarsın, ondan sonra o yıxılır yerə. Yıxılır yerə və yıxılanda deyir ki, Aleykə minni salamullah, ya Əba Abdillah. Məndən sənə salam olsun, ya Əba Abdillah. Yəni, bu qədər bacardı, məndən razı qaldı. Kimin əməlinə müraciət edirsən, görürsən ki, o sevgi, o eşqdir onları qabağa aparan, zirvələrə qaldıran. Həzrət Qasım dedi ki, mənim üçün ölüm, şəhadət əhla minəl əsəl, baldan şirindir. Yəni, onun 13 yaşlı Qasımından tutmuş, 80 yaşlı, 90 yaşlı Həbibi ibn Məzahirinə qədər hamısı aşiqdir. Əli Əkbər ki, Peyğəmbərə ən çox oxşayan şəxsidir. İmam Hüseyin əleyhissalam onu göndərdi, get, vidalaş, hərəmlə vidalaş, qızlarla, qadınlarla vidalaş, gəl, get döyüşə. Bu xeymədə xanımlar, hamısı Həzrəti Əli Əkbərin bacısı idi, məhrəmləri idi, bibləri idi, bacıları idi. Bunlar gördülər ki, Həzrəti Əli Əkbər gəlib vidalaşmaq istəyir, döyüşə getmək istəyir. Buraxmadılar onu. Buraxmadılar, Həzrəti Əli Əkbər orada İmam Hüseyni çağırır köməyə. Ki, gəl mənə kömək ol, məni buraxmırlar, qoymurlar döyüşə gedim. İmam Hüseyin əleyhissalam oradan bir xitab eləyir, bir nida eləyir ki, onu buraxın. O, Allahın zatında fəna olub. Allaha aşiqdir. Onu saxlamaq olmaz. Görürsünüz, hansı sözü deyir, baxın. Ona görə mən deyirdim ki, bu əslində bir həm də eşq səlnaməsidir, məhəbbət səlnaməsidir. Deyir, o Allaha aşiqdir. Onu buraxın.
Onu saxlamaq olmaz. Qoy getsin eşqinin dalınca, məhəbbətinin dalınca. Xanım Zeynəb salamullah aleyha 2 oğlu şəhid olur, amma xeymədən çıxmır. Gəlmir onların cənazəsinə. Deyir, Allah yolunda vermişəm. Vəhəbin anası Ümmü Vəhəb oğlunun başını atırlar ona tərəf. O götürür o başı təzdən atır düşmənə tərəf ki, Allah yolunda verdiyimizi biz geri almırıq. Yəni bunlar biz sadə şəkildə deyirik indi, mən burada deyirəm, amma bunlar dəhşətli sözlər, dəhşətli hadisələrdir. Yəni bunları bu cür güclü eləyən nə idi? Bəli. Onları güclü eləyən, onları qəhrəmana çevirən həmin o eşq və məhəbbətdir. Ki, xanım Zeynəb düşmənin qarşısında, İbn Ziyadın sarayında, İbn Ziyadın cavabında dedi ki, Kərbalada gözəllikdən başqa bir şey görmədik. Esselamu aleykə ya Aba Abdillah və aləl ərvahilləti xallət bifinaik. Aleykə minni salamullah əbəda ma baqitu və bəqiyyəl leylu və nəhar. ولا جعله الله آخر العهد مني لزيارتك. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين جميعا ورحمة الله وبركاته.